Salam, hər vaxtınız xeyir olsun. Bugün biz, yəni yeni bir əməkdaşlığa qədəm qoyuruq. Azərsun Holding, Sunfood Service Departmentindən birgə bir əməkdaşlıq layihəmiz var. Oranın brend şefi də Tayfur bəy də bugün bizlə bərabərdir. Məhsullar barədə geniş məlumat verəcək. Ondan sonra qısa bir master klassımız olacaq. Düşünürəm ki, bu layihədə həm biz yararlana biləcəyik, həm də ki, əməkdaşlığımız uzun müddətə təyin olunub. Sözü verirəm sizə. İnşallah ki, məhsullar barədə də məlumat verərsiniz. Təşəkkür edirəm Hüseyn bəy. Hörmətli yoldaşlar, hörmətli belə deyim, həmkarlar. İlk öncə təşəkkür edirəm sizə. Zaman ayırmısınız, gəlmisiniz, fürsətdən istifadə edib Hüseyn bəyə, Maya Culinary Akademiyası rəhbərinə də təşəkkür edirəm ki, bu cür tədbirin təşkilatçılığını həyata keçirdib. 10 ildir ki, bu peşədəyəm. Azərsun Holdingin baş aşpazıyam. Məhsul təkmilləşdirməklə məşğulam. Belə deyim, 2025-ci ildən biz Sunfood Service layihəsinə start verdik. Sunfood Service layihəsi nədir? Bizim burada əsas məqsədimiz şeflərin, aşpazların tələbatı olan malları aşkar edib, onları aşkara çıxardıb, onları Azərbaycana gətirmək, hansı ki, onlara əli çatmır. Yəni burada 28 çeşid mal var, düzdür. Önümüzdə gördüyünüz məhsullar çoxdur çeşid olaraq. Amma əlimizdə kataloqda tutduğumuz məhsullar cəmi 28 çeşiddir. Casa Mexico klassik tipli Amerikan acılı sos. Adətən belə acılı soslar olanda ilk ağla gələn şey acılı qanadlardır. La Fiesta cheddar pendirli sosumuzun əsas özəlliklərindən biri odur ki, tərkibində 4% orijinal olaraq cheddar pendir sosu var. Birəviz, yəni belə deyim, istəyən yerdə istifadə edə bilərsiniz. Burgerlərdə, sendviçlərdə, Meksika mətbəxinin özündə. Üçüncü məhsulumuz kajun baharatımız. Özəlliyi o qədər yaxşı ki, biz artıq bundan istifadə eləmişik. Çox gözəl, super. Kajun baharatı haqqında sizə qısa bir məlumat verim. Meksika mətbəxinə mənsub olan bir məhsuldur. Bunun istifadə yeri marinaddan öncə, marinaddan sonra toyuq ətində, mal ətində, hal-hazırda Azərbaycanda trend olub, kartofillərin 99%-ində bundan istifadə edirlər. Alma dilim kartof olsun, sadə kartofillər olsun, bundan əlavə edirlər. Kajun baharatının tarixçəsi budur. Tortilla çipslərimiz %100 qarğadalı unundan hazırlanan bir çipslərdir. Yəni sadə çipslər fərqləri çoxdur. Bunların onlarla fərqi nədir? Bunları hazırlayarkən birazdan hətta bu məhsulla bir yemək də hazırlayacağıq, Meksika mətbəxinə aid. Bunları hazırlayarkən bunları qızdıran zaman çox qurumurlar və yaxud da ki, çox yaxşı çəkmirlər, nəmi çəkmirlər özlərinə. Fajda baharatı adından da bilindiyi kimi zaten Meksika mətbəxinə aid olan bir baharatdır. Meksika mətbəxinə mənsub olan bir baharatdır. Sual verə bilərsiniz ki, kajun baharatı ilə fərqi nədir? Bu baharatın tərkibi, deməli, ikisinin də tərkibində soğan tozu ilə sarımsaq tozu var. Sadəcə fajda baharatında soğan tozu ilə sarımsaq tozunun aroması, dadı daha önə çıxır.